Hə, deməli salam əleykum bir də uşaqlar. Deməli nə edirsiniz? Oyunu ki yüklədiniz, girirsiniz oyuna, görürsünüz ki, sizdə birinci missiyadan gəlir də bank soyğunundan falan gəlir. İndi oyuna istəyirsiniz ki, oradan başlamasın, çünki o missiyanı keçmək çətin olacaq. Oradan başlamasını istəyirsinizsə, mən oyuna girəndə ki başlayıram, qapının yanından çıxırsam promo şəhərin içinə, evdən. Oradan başlasın istəyirsinizsə, nə edirsiniz? Deyələ girirsiniz Google Chrome'a, yazırsınız 100 və Savi Cami yazıldı, görürsünüz? 100 Savi Cami. Vurursunuz onun üstünə. Birinci sayta girirsiniz. Bir dənə yaşıl rəydə download sözü çıxır. Baxın belə bir şey. Download vurursunuz. Bir dənə də download vurursunuz. Mən yükləmirəm, siz yükləyin amma. Məndə yüklüdür. Yüklənir. Sonra buradan çıxırsınız, gəlirsiniz. Amma şərt daha oyunu açasınız. Oyunu birinci yükləyin, açın. O maskalı adamların yeri gəlsin, ondan sonra çıxın oyundan. Oyundan çıxandan sonra mən bu dediklərimi eləyin. Option girdiniz, maskalılar gəldi, çıxdınız, bu faylı yüklədiniz. Girirsiniz, sonra yüklənəndən sonra zarchiverə. Düşür bura, download. Girdiniz. Bu faylı da burada görürsünüz, bu budur yüklədiyimiz. Nə edirsiniz? Bunu belə edirsiniz, buraya çıxart yazılıb, bax. Çıxartdı. 2 dənə fayldır, bax bu 2 dənə. sgta 50.15 sgta 50.15.bak. Bax bu 2 dənə fayl. Əsas bizə lazım olan bunlardır. Çıxartdınız bura, sonra getdiniz. Girirsiniz Game Hub-a, bax buna. Və girəndən sonra belə gəlməyəcək sizdə. Qoyun çıxım. Qoyun çıxım, yenidən girim ki bura, bax. Başdan biləsiniz. Girərsiniz, belə gələcək. Bu gələndən sonra da bax burada 3 nöqtə, GTA-nın üstündə olanda 3 nöqtə var. Vurursunuz, PC Camera Settings'e vurursunuz. Və generalın qarşısında Enter Container Desktop yazılıb bax burada. Vurursunuz ona. O faylı atandan sonra oyun sizdə mən başlayan yerdən başlayacaq. Şəhərin içinə çıxarsınız promo. Bura gələndən sonra bax bu ücə barmağınızla hərəkət elətdirəsiniz. Nə edirsiniz? Bilgisayarın C diski. Hər faylın üstündə də 2 dəfə vurursunuz. Program data, Social Hub 2 dəfə barmağınızla vurursunuz. Ekranın sağ tərəfindən qırağdan açır. Rıllıdır. Bir də 271.590'a vurursunuz. Gəldi mi bura? Bax sizdə bu fayllar olmayacaq. Bax bu 2 dənə fayl olmayacaq. Mən vurmuşam, var deyir. Siz nə edirsiniz? Girirsiniz bax buradan app-ısa aşağıda görürsünüz tində. Vurdunuz bir dəfə. Filmona gir. Buradan bilgisayarım. C diski. C diski yox, D diski. Və görürsünüz burada 2 dənə səhifə düşür. Bax, bunun birini çəkirsiniz qırağa. Biri bayaq lazım olandır. Birini bayaq lazım olanda saxlayacağım bunu. Və burada. Bir də lazım olmayan. Deməli gəlirsiniz D diskinə ikinci dəfə. Və buradan bunu kopyalayırsınız bu 2 dənəni. 2 barmağı, 2 dənə barmaqla həmin kopyaladığınızın altından 2 barmağınızla vurursunuz, belə bir şey açılır. Bax, çəkirsiniz kopyalaya. Kopyalayırsınız, keçirsiniz burada, bax 2 barmağınızla yenə vurursunuz belə ekrana, yapışdır yazılıb bura. Yapışdıra vurursunuz, o 2 fayl düşür bura. Ondan sonra çıxırsınız, bax bunları ləğv edirsiniz. Çıxırsınız. Oyunu başladırsınız. Sizi suyun içindən başladacaq, dənizin içindən. Çıxırsınız yenə, təzədən girirsiniz oyuna, oyun hazır vəziyyətdə olacaq da, yaddaşa salınmış vəziyyətdədir. Bu qədər.